Tədris mərkəziniz varsa və dövlətin dəstəyi ilə mərkəzinizin fəaliyyətini genişləndirmək istəyirsinizsə, sizə bir xəbərimiz var. Xəbər bundan ibarətdir ki, Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq etmək istəyən tədris müəssisələrinin müraciətləri artıq e-sosial platforması üzərindən aparılır. Bu əməkdaşlıq isə sizə daha geniş tələbə auditoriyası, rəsmi dövlət tərəfdaşı statusu və tədris xərclərinin qarşılanması mexanizmi ilə sürətli inkişaf vəd edir. Bəs bu proses e-sosial platforması üzərindən necə aparılır? Gəlin birlikdə nəzərdən keçirək. E-sosial az portalına qeyd olunan üsullardan biri ilə daxil olub şəxsi kabinetimizə keçid edirik. Menyudan peşə hazırlığı bölməsinin peşə hazırlığı müəssisələrinin əməkdaşlıq müraciəti hissəsindən yeni müraciətə klikləyirik. Açılan pəncərədə müəssisə haqqında məlumatlar bölməsində müraciəti formalaşdıran müəssisə haqqında məlumatlar avtomatik əks olunur. Siz sadəcə rəhbər şəxsin fini və təsdiqedici sənədlərini əlavə edirsiniz. Növbəti mərhələdə bank hesabı məlumatlarını daxil edirik. Təlimçi haqqında məlumatlar, koordinator haqqında məlumatlar bölmələrindəki tələblərə uyğun informasiyaları da əlavə edib, növbəti pəncərəyə keçid edirik. Digər addım olaraq vətəndaşlara dair tələblər bölməsindən kursun müraciətçilər üçün təyin etdiyi tələbləri daxil edərək irəli xanasına klikləyirik. Tədris planı və ünvan bölməsində kursun keçiriləcəyi ünvanı, tədrisin formasını və təqdim etdiyiniz ixtisas üzrə təlim-tədris proqramını daxil edirsiniz. Sonda bütün məlumatları yoxlayıb, sənədin qeydiyyatı və göndər düyməsini sıxırıq. Vəssalam. Müraciətinizin statusunu isə bütün müraciətlər bölməsindən izləyə bilərsiniz. Belə, daha yeni rəqəmsal həllər təqdim edəcəyimiz növbəti videolarda görüşənədək.